Bir və hə ki və. Sonra nədir burada? Çərək notlu 2 dənə. Bir və ki və. Bir çərəyin içində 64'lük not var, 16 da 64'lük not var. Burada 16 dənə zərbə vurulmalıdır 2 və sözünün içində. Yəni bu da əllər növbələşir, tremola yaradır avtomatik olaraq. Burada çətin olan nədir? Biz bilməliyik ki, bir 8'lik notun içində, bir çərək notun içində 2 dənə 8'lik not var. Yəni bu çərək notun pauzası 2 dənə 8'lik notun pauzasına bərabərdir. 8'lik not 1-ə və yaxud da və-yə sayılır. Biz buna 1 dedik və düşür pauzaya. Çərəyin pauzasına. Amma çərək bir dənə və ilə dayanmır axı. Çərəyin pauzası 1 və sayılar və yaxud da və 1 sayılar. Fərq eləməz. Həsər keçər, keçərəsən. Demək 1 və 2 girdi bunun içinə və isə növbəti zərbədir. Çünki bir çərəyin içində 2 dənə 8'liyi var. Ümumilikdə bax bu əslində qruplaşma budur. 1 və 2 və. Bu 2 dənə 8'liyi silib ortadan. Ora bir dənə çərək not qoyub. Amma çərək notun özünün yox, pauzasını. Yəni çalmır qısacası. 1 və 2 və. Gördünüz 2 dənə 8'liyi gözlədim. 1 və 2 və.